Aleyküm bizi izleyenler ve hörmətli həmkarlarım. Bugün sizə başqa bir Samsung kondisionerinin pultunun istifadə qaydasını görkəzəcəm. Hər bir kondisionerdə olduğu kimi bu on-off düyməsidir. Və bu düymənin köməyi ilə biz kondisioneri yandırıb söndürürük. Eyni zamanda da pultu da yandırıb söndürürük. Bu düymənin yanında mod düyməsi var. Bu mod düyməsinin yardımı ilə biz klimanın, kondisionerin rejimlərini dəyişirik. Hal-hazırda kondisioner soyutma rejimindədir. Ekranda cool, yəni soyuq sözü görkənir. Biz mod düyməsini basırıq, demək dry, yəni qurutma rejiminə keçirik. Bir daha basırıq, ventilator, yəni fan rejiminə keçirik. Bir daha basanda heat, to is istilik. Bir daha basırıq, auto rejimə keçirik. İnsanların əksəriyyəti kondisionerdən ya soyutma, ya isitmə məqsədləri üçün istifadə edilir. Bu səbəbdən biz ilk öncə bu rejimi başa salacağıq. Mod düyməsini basırıq və ekranda cool sözü gəlir. Demək, bu rejimdə biz deməli temperaturu 22, 23, 24 dərəcə arasında ayarlamamız məsləhət görülür. Çünki bu temperatur insan orqanizmi üçün ən təhlükəsiz temperaturdur. Bundan başqa burada deməli fanın sürətini dəyişmək üçün fan yuxarı, fan aşağı düyməsi var. Bunu basdıqda deməli fanın sürətini dəyişə bilirik aşağı, bunun isə yuxarı dəyişə bilirik. Bundan başqa deməli kondisionerin bir daha mod düyməsini basanda qurutma rejiminə keçirik. Bu rejimdə kondisioner ventilatorun sürəti nizamlana bilmir və evdə olan nəmin bayıra atılması üçün istifadə olunur. Ən az istifadə olunan rejimlərdən biridir. Mod düyməsini bir daha basanda fan rejiminə, yəni adi ventilator rejiminə düşürük. Burada kondisionerimiz adi fan kimi fəaliyyət göstərir. Bir daha basırıq, heat, yəni isitmə rejiminə düşürük. İsitmə rejiminin bir neçə özəlliyi var. İsti hava yüngül olduğu üçün yuxarıda yığılır və bu səbəbdən də biz temperaturu təxminən 26 dərəcədən yuxarı, yəni 27 ilə 30 dərəcə arasında ayarlamalıyıq ki, demək, kondisioner tez-tez yanıb sönməsin. Bundan başqa, burada ən lazımlı olan informasiya ondan ibarətdir ki, fan rejimini avto rejimə qoymamız lazım. Hal-hazırda demək, biz basırıq, demək, aşağı sürətdir, bu orta sürət, yuxarı sürət. Bir daha basanda burada deməli hərəkətlilik əmələ gəlir və bu hərəkətlilik kondisionerin ventilatorunun avto rejimə keçməsi anlamına gəlir. Bundan başqa hansı düymələr var? Bu düymənin yardımı ilə biz demək jalüzləri yuxarı aşağı hərəkət etdirə bilirik. Turbo düyməsinin köməyi ilə soyutmanı və yaxud isitməni daha da sürətləndirə bilirik. Bundan başqa demək biz yadımızdan çıxdı, mod düyməsini bir daha basanda biz avto rejimə keçirik. Avto rejimində demək klimamız temperaturu eyni səviyyədə saxlamağa cəhd edir. Məsələn, əgər 24 dərəcə ayarlanıbsa, o zaman 24 dərəcədən temperatur aşağı düşdükdə isitmə rejimində, yuxarı qalxdıqda isə soyutma rejimində işləyir. Bir daha basırıq, soyutma rejiminə keçirik və burada davam edirik. Soyutma rejimində burada bir neçə maraqlı düymələr var. Məsələn, deyək ki, biz temperaturu 22 dərəcəyə qoymuşuq və yerimizə uzanmışıq. Bu halda bizim burada good sleep, yaxşı yuxu adında bir düyməmiz var. Onu basırıq və deməli ki, 8 saat ərzində deməli bizim kondisionerimiz 8 saatdan sonra söndürüləcək və bu rejimdə adətən kondisionerlər hər 2 saatdan bir temperaturu qaldırırlar. Çıxmaq üçün cancel düyməsini basırıq. Bundan başqa burada daha hansı düymə var? Quiet adında bir düymə var. Bunu biz basdıqda ventilatorun sürəti ən aşağı sürətə keçirilir və bununla da yataq otağında yatan adam üçün ventilatorun sürəti onu narahat etmir. Çıxmaq üçün təzədən bu düyməni basıb çıxırıq. Bundan başqa burada timer on, timer off düymələr var. Bunların köməyi ilə biz kondisionerin yanıb sönməsini nizamlaya bilirik. Məsələn, deyək ki, indi saat 4 tamamdır. İstəyirik ki, kondisionerimiz 2 saatdan sonra işlədirsin. Bu düyməni basırıq və burada 2 saatı yığırıq. Bu düymənin köməyi ilə demək, hansı düymədir burada? Time. Bu düymənin köməyi ilə demək, basırıq və set düyməsini basırıq. İndi bizim kondisionerimiz 2 saatdan sonra yanacaq. Amma əgər kondisioneri söndürmək istəyiriksə, o zaman timer off düyməsini basırıq və burada buranın deyək ki 5 saatdan sonra ayarlayıb set düyməsine basırıq. Bizim indi kondisionerimiz
2 saatdən sonra işə düşəcək, 5 saatdan sonra söndürüləcəkdir. Bu rejimlərdən çıxmaq üçün cancel, yəni silmək rejiminə keçirik. Bizi axıra qədər izlədiyinizə görə biz sizə təşəkkürümüzü bildiririk. Əssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.